Bugün mart ayının 6-sı 2025-ci il. Alyans şirkəti tərəfindən demək olar ki, həm döyülmüşük, həm söyülmüşük. Vəziyyətimiz budur. Deyir, buranı sökürəm. Buranı sökəndə bizim evlərimiz buradadır. Zədə alır, yaşaya bilmirik. Qaynanamın tutuşdu şirkətdən bir nümayəndə yıxıldı. Hal-hazırda travmatologiyada da müayinə olunur. Qolu sınıb, gipsə qoyulur. Birazdan gələcək. Yəni bu şeylərə kim cavab verəcək? Bu nə hər qanunsuzluqdur. Axı deyiblər ki, sakinləri köçürtməmiş heç bir iş görmək olmaz. Həyatı təhlükələri var. Yəni bunu administrasiyadan belə xəbər tutub təlimat verib ki, olmaz. İşləməyin, sakinləri razı salın. Köçürdün, sonra nə istəyirsə eləyin. Ərazi sizin olacaqdı ondan sonra. Nə istəyirsə eləyə bilərsiniz. Bugün bizi həm danışığa çağırıblar güya, həm də bu həngaməni eləyir. Belə çıxır ki, bizi danışığa çıxartıb, evdən çıxartmaq istəyib, evlərimizi sökmək istəyirlər. Budur bunların niyyəti. Biz artıq belə başa düşürük. Yəni bundan başqa bizim ancaq belə ola bilər də bizi evdən çıxartıb evlərimizi sökmək. Gələk görə ki, ev yerli dibli yoxdur. Bu ayın tarixi bugün 6 mart 2025-ci il. Bu bizim bugünkü günümüz, bayram qabağı. Qadınlar günü, qadına qarşı polislə qorxudurlar. Polis gəlir, üstümüzə cumur polislər. Biri gəldi, gördü ki, qanunsuzluğu çıxdı getdi. O biri millətin üstünə cumur. Ben polis onun üçündür ki, qanunsuz gəlin mən sənin evi söküm, şirkət söksün, mən şirkətin yanında dayanım. Yox, bunlar nə eləmək istəyirlər? Nə eləmək istəyirlər də? Bu milləti qırmaq istəyirlər. 2 dənə ailə qalıb da, 2 dənə ev qalıb da burada. Fikir ver. Söküb dağıdır da, beləncə eləyir. Bunlar nə şübhələnsə vicdansızlıq eləyirlər. Buradan cənab prezidentimizə səsləndik, cənab vitse-prezidentimizə səsləndik, nə bilim nazirimizə səsləndik, deputatımıza səsləndik. Sağ olsunlar, çağırdılar, icradan çağırdı, Yasamal rayon icra hakimiyyəti çağırdı, getdik, söhbət elədik. Çağıracaqdılar güya ki, oturub şirkətlə biz söhbət edib razılaşmalıyıq. Hani gecə ilə traktor getirib gəlib bura, səhər tezdən tap-batarab başlayıblar. Nə eləmək istəyir? Buranı düzəldirəm. Plaşatka, futbolun plaşatkası atdı, bunu futbol oynayacaqlar, burada nə edəcəklər mənim başımıza? Nə düzəldirsən buranı? Olsa püskünə qoymusunuz da buranı. Qoymusunuz da, ola bir dənə çağırın bunu, bir dənə razılaşın, cəmaatı yola salın da.